2023 qəbul sualı. Düzgün dördbucaqlı piramidanın hündürlüyü h-dır və apofemlə fi bucağı əmələ gətirir. Piramidanın həcmini tapın. H apofemi çəkək. H apofem yan üzünün hündürlüyünə deyirik. Hündürlüyü çəkirəm. Bura 90 dərəcəni qeyd edək. Və piramidanın hündürlüyü oturacağı kvadrat olduğu üçün kvadratın mərkəzinə düşür. Buradan bir xətlə birləşdirirəm. Kvadratın tərəfinə 2A desəm, bu xətt olacaq A. Və hündürlüyə h yazıram. H ilə apofemin arasında qalan bucaq isə fi bucağı verib bizə. Tangens fini hesablayaram. Tangens fi bərabərdir. Qarşı katetin bitişik katetin nisbəti. A bölünsün h. Buradan A-nı əvəz eləyərəm. A bərabərdir. Tangens fi vurulsun h-a. Bizə deyir ki, piramidanın həcmini tapın. Həcm düsturu V bərabərdir. 3/1 vurulsun. S oturacaq. Vurulsun h. Kvadratın sadə üstündən istifadə edəcəm. N-ni vuracam uzunluğuna. Yazaram 3/1 vurulsun. S oturacağım. Kvadratın tərəfi 2A olduğu üçün 2A-nın kvadratı vurulsun. H bərabərdir. 3/1 vurulsun. 4A-nın kvadratı vur. H bərabərdir. A-nın yerinə əvəz edəcəm qiymətlərini. Olacaq 3/4 vurulsun. Tangens fi vurulsun. H kvadratı vur. H. O da bərabərdir. 3/4 vurulsun. Tangens kvadratı fi vurulsun. H-ın kubu. Cavab olur A variantı.